Mənə qətiyyən inandırıcı gəlmir ki, insanın özünün əməl etmədiyi fikirləri kiminləsə bölüşməyi təsirli və yaxud faydalı olsun. Hamıya salam. Bugün sizə 36 söz seriyasının 4-cü sözü haqqında danışacağım. Bu söz elə bir şeydir ki, onun üzərində insanlar, dövlətlər mübahisələr edir, münaqişələrə yol verirlər, hətta qətllər belə törədirlər. Bəli, doğru tapdınız. Bu puldur. Mən sizə sizinlə pul münasibətlərini səhmana salacaq bir neçə fikir bölüşmək istəyirəm. Bunlardan ən əsası mənə görə kimdənsə lazımsız yerə pul almaqdır. Yəni borca pul istəməkdir. Təsəvvür edin ki, qarşınızda hər hansı bir mənasız, lazımsız bir iş var və nəfsiniz sizi həmin işi görməyə məcbur edir. Və həmin işi görmək üçün də sizə müəyyən qədər pul lazımdır. Təbii ki də sizə də həmin pul yoxdur. Və həmin pulu almaq üçün, əldə etmək üçün ən yaxın dostunuza müraciət edirsiniz. Və həmin dostunuz da sizə olan etibarından dolayı həmin pulu sizə verir. Aydındır? Həmin pulu sizə verir və bu hal bir neçə dəfə təkrarlanır. Deyək ki, ən azı 10 dəfə. Siz də həmin pulu alırsınız və vaxtında həmin pulu sahibinə qaytarırsınız. Vaxtında borcu qaytarmağınıza baxmayaraq, bu hal təkrarlandığı müddətcə bu münasibətlərin zəifləməsinə və soyumasına səbəb olur. İkinci bir hal isə kimdənsə pul ummaqdır. Bunun ən aşağı səviyyəsi avtobuslarda müşahidə olunur. Təsəvvür edin ki, eyni avtobusa sizinlə başqa bir dostunuz və yaxud tanışınız minib, siz də beyninizdə düşünürsünüz ki, o məndən öncə düşsə mənim yerimə pul verəcək. Və bu hal əlbəttə ki, çox gərəksiz, çox lazımsız bir haldır. Özünüzü bu vəziyyətə salmayın. Kimdənsə pul ummağın ən yüksək səviyyəsi isə pula görə kiminləsə yoldaşlıq və dostluq etməkdir ki, əlbəttə ki, bu qəbul olunmaz bir haldır, qəti bir şəkildə. Pul mövzusunda ən sağlam yol öz gücünlə pul qazanmaq, borcları və öhdəlikləri vaxtında ödəməkdir. Hansı ki, bu sənin azadlığını sənə qazandırır. Pul hər şey deyil, amma pul qazanmağın verdiyi özgüvən, məsuliyyət, azadlıq hissi çox böyük dəyərdir. Pul qazanmaq istəyən kimsə gün ərzində ən azı 15 dəqiqə bu sualları özünə verməlidir. Mən necə pul qazana bilərəm? Və ya mən qazancımı necə artıra bilərəm? Bu sualları özünüzə verməklə siz beyninizin imkanlarını açırsınız və sizi bu suallar öyrənməyə, düşünməyə və addım atmağa məcbur edir. Hər kiçik addımlar birləşərək böyük uğurlara səbəb olur. Qoymayın pul sizi idarə eləsin. Siz pul idarə edin.